Salam, sabahınız xeyir. Namidə bəli, sizin də qeyd etdiyiniz kimi Bakıda yağan intensiv yağışlar nəticəsində hazırda Ziya Bünyadov istiqamətindən Üzü Koroğlu istiqamətinə yolu su basıb və 3 nəqliyyat vasitəsi su altında qalıb. Qeyd edim ki, Bakı ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib. Bu barədə Nəqliyyatın İntellektual İdarə Etmə Mərkəzindən məlumatda deyilir. Hazırda Nizami rayonu Heydər Əliyev prospekti, Bağırov tuneli mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub. Problemlə bağlı Nəqliyyatın İntellektual İdarə Etmə Mərkəzi tərəfindən aidiyyatı üzrə məlumatlar verilib. Bundan başqa Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi və aeroport şosesi hava limanı yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Polis əməkdaşları tərəfindən hazırda yol hərəkəti iştirakçılarının təhlükəsizlik hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür. Qeyd edim ki, hazırda Ziya Bünyadov prospekti Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər nəqliyyatın sıxlığı müşahidə edilir. 20 yanvar dairəsində Tiflis prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətində, Heydər Əliyev prospekti əsas yol mərkəz istiqamətində sıxlıq var. Həmçinin Heydər Əliyev prospekti köməkçi yol mərkəz istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Alı Mustafayev küçəsi Ziya Bünyadov prospektində, 8 noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində nəqliyyatın sıxlığı müşahidə edilir. Qeyd edim ki, Fövqəladə Hallar Nazirliyinin bir məlumatı var. Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı havaya bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb. Nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı şəhərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunublar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilas Etmə Xidmətlərinin Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarda əməliyyat davam etdirilir. Elə kadrlardan da gördüyünüz kimi 3 nəqliyyat vasitəsi su altında qalıb və Ziya Bünyadov istiqamətindən Üzü Koroğlu istiqamətinə sıxlıq müşahidə edilir. Yolda məhdudiyyət tətbiq edilir və 3 nəqliyyat vasitəsi suyun altında qalıb. Hələlik bizdən bu qədər. Namidə söz yenidən sizdədir. Buyurun.